Qərb dünyasının böyük alimləri, məsələn, hətta siyasətçilərin özü də Quranı oxuyurlar və İslamla maraqlanırlar və bunu araşdırırlar. Biz müsəlman dünyasının deməli din xadimləri və yaxud da elm xadimləri İslam dinini bir qurtuluş yolu kimi biz bilirik və bunu bu cür təqdim edirik. Sizcə bu Qərbin öndə gələnləri İslamın məsələn sülh dinidir. Biz hamımız deyirik ki, İslam sülh dinidir, İslam məhəbbətdir, İslam sevgidir, İslamın terrorizmdə yeri yoxdur filan. Yəni bunu Qərbin irəli gələnləri dərk etmirlərmi? Bunu onlar İslamı araşdırdıqlarında İslamda bunu görmürlərmi? Nə üçün onlar İslamla qurtulmağa çalışmırlar? Əksinə siz bayaq qeyd etdiyiniz kimi deməli İslamı parçalamağa, İslamı məhv etməyə, terror təşkilatları yaratmağa və İslam dünyasıyla mübarizə aparmağa. Yəni İslamı onlar belə deyək, elə terror gözündə niyə görürlər ki, İslama qarşı da mübarizə aparmağa məqsəd qoyublar qarşılarına. Elə İslamla xilas olmaq istəyərdilər də, nəyə görə bu cür onlar addım atırlar? Mən sizin bu sualınıza biraz lap qaydaq elə Həzrəti Adəmin cənnətdəki halına baxaq. Şeytan Allahı görmürdümü? Şeytan Allahın qəzəbindən bilmirdim Allahın qəzəbini, bilirdi və görürdü də, hətta görürdü də. Amma nə etdi yolundan azdı. Yəni yol azınlığı məqsədi hesablanmışdı ona görə. Çünki nə təkəbbürü hesablanmışdı. Məqsəd yox, mən oddan yaranmışam, ondan üstünəm. İndi bax bugünkü mənzərədir, elə bir hardasa məqamındadır. Yəni bugünkü bilərəkdən təbii ki, birincisi məqsəd məsələsi var, mənəfi məsələsi var. Maraqlara xidmət məsələsi var. İslamda maraqlara hizmət deyil, xidmət deyil. İslamda nəyə xidmətdir? Haqqa, ədalətə. Quran nədir? Deyir, ədalət təqvaya hər əməldən yaxındır. İslamda ona görə də İslamla bugünkü Qərb aləmini müqayisə eləmək yanlış bir məsələdir. Çünki Qərb aləmində məqamlar var ki, onların o dövlət siyasətini araşdıranda, onlarda, məsələn, götürək, konkret olaraq Həzrəti Məhəmmədin adına yazılmış yazılara dövlətin sakit dayanması, heç bir cəza verməməsi, böhtanlar atılması, müəyyən karikaturaların çəkilməsi və buna sakitcə, burada nə var ki, deyərək susması, amma onlara bir, hardasa, belə deyim, bir qınaq şəklindəki bir cəza olsaydı və göstərsəydilər ki, o din, hətta dinin özündə Quranla Allah təala buyurur ki, din məzburi deyil. Əgər bu dinə qarşı, bu məzburu, insanlara məzburu özünü yükləməyən bir dinə qarşı məcburən nəsə elətdirmək də bir doğru yol deyildir. Yəni, söhbət bundan gedir ki, o ki qaldı o məsələyə, dediyim kimi, onların məqsədi, marağı yanlış bir, sırf öz həyatları üçündür. Dünya üçün deyildir.